Herkese salam. DİM 20 variant sınaq imtahanından 4-cü qrup sınaq nömrə 7-nin izahına baxırıq. Birinci sualda alkan verildi və onun yanmasından alınan karbon qazının kütləsi. Demək, alkanların ümumi formulu CnH2n plus 2-dir və onlar yanan zaman karbonun sayı qədər, yəni mol karbon qazı ayrılır. Alkanın kütləsi m-dir. Bu zaman 3m karbon qazı ayrılır. Yəni, alkanın emeri 14m plus 2 bərabərdir m. Karbon qazının kütləsi 44m də bərabərdir 3m. M-in bu qiymətini gətirib yerinə yazırıq. 44m bərabərdir 3 vurulsun 14m plus 2. Buradan da 42m plus 6 alınır. 2m bərabərdir 6, m bərabər olur 3-ə. İndi n-in qiymətini tapdıqsa bu alkanın formulu CH8 imiş. Hansı ifadələr doğrudur? İzomeri yoxdur. Alkanlarda izomerlik butandan başlayır, yəni izomeri yoxdur, doğrudur. Qaz halında maddədə ilk 4 nümayəndə qaz halındadır, yəni doğrudur. 3 müxtəlif monoxlorlu birləşməsi var. Monoxlorlu deyəndə, yəni yazırıq propan. Bir dəfə xloru buraya yazıram, 1 xlor propan olur. Sonra xloru silib ikinciyə yazıram, burada olur 2 xlor propan. Bunu izopropil formasında yazsaq, nömrələsək 1, 2, 3, yenə 2 xlor propan olur. Yəni 2 eyni olduğundan bununla 2 müxtəlif monoxlorlu birləşməsi var. Sonra molekulda 3 qeyri-polyar kovalent rabitə var. Alkanlarda qeyri-polyar kovalent rabitə sayı karbon sayından bir vahid əksikdir. Yəni bunu özümüzdə görürük, 2 dənə olur. Cavab olacaq 1, 2, D variantı. Butandan 2 metil propana keçid baş verir. Artan, dəyişməyən, azalan. Hər ikisinin tərkibində 4 karbon atomu var. Yəni bu butandır. Bu da butandan 2 metil propan alınıb. Yəni quruluş izomeri yaradılıb. Hibrid orbitalın sayı dəyişməz. 4 karbon, 4 karbon, 4'ü də sp3. Yəni bu dəyişmir. Sigma rabitənin sayı da təbii ki dəyişməz. Çünki söhbət eyni maddədən gedir. Bu formul olur C4H10. Burada da hamısını bir yerə yığsa, yəni burada hidrogenlər düzəldək. Bu da olur C4H10. Ona görə sigma rabitələrin sayı da dəyişməz. Sonra ikili karbonlarsa, ikili karbon sayı əgər karbon bir karbonla əlaqəlidirsə olur birli. İkilisi ilə əlaqəlidirsə ikili. Burada da ikisi ilə əlaqəlidir. Bu da biri ilə əlaqəlidir. Burada birinci karbon bir karbonla əlaqəlidir. İkinci karbon görürük ki 1, 2, 3 karbona əlaqəlidir. Üçlüdür. Bu birlidir. Bu da birlidir. İkili karbonların sayı butanda 2 dənədir. Burada isə yoxdur. Yəni 2-dən 0-a keçib azalıb. Birli karbonların sayı solda 2 dənə, sağda isə 3 dənədir. Yəni artdı. Olacaq A variantı. Sonra üçüncü. Radikallar verilib. Maddəni beynəlxalq adlandırmalıyıq. Demək, mərkəzdə CH var. Ona soldan R1 radikal, yəni izopropil birləşdirilib. Bu izopropil radikaldır. Sağdan üçlü butil radikalı birləşdirilib. Bu üçlü butil radikaldır. Aşağıdan da metil birləşdirilib. Nömrələyəndə şaxələnmə daha çox olduğu tərəfdən 1, 2, 3, 4, 5. Oxsaq, hidrogenlər düzəltsək, radikallar CH3 olur, metil radikalı. İkinci karbona 2 dənə metil radikal birləşdiyindən biz onun adını 2 dəfə təkrarlayırıq. 2, 2. Sonra baxıram 3-də də metil radikalım var. 3, 4-də də metil radikalım var. 4, 2, 2, 3, 4 tetrametil. 4 dənə metil olduğu üçün 4'ə tetra deyirik. Tetrametil. Sonda da əsas zəncirdəki karbon atom sayı 5, yəni pentan deyəcək. Olur D variantı. 4'də karbon atomları sayı minimumdur. 4 dənə müxtəlif monoxlorlu birləşməsi var. Bunu sırayla variantlarına yaza baxaq. 2 metil butan budur. 2 metil butan. İndi monoxlorlu birləşmə deyirsə, hər dəfə bir karbonla xlor birləşdirir və müxtəlif adlar almalıyıq.
Birincidə birinci karbonu birləşdirsək. CH3, C. Bu olur. Nömrələmədə halogene yaxın tərəfinə aparırıq. 1 xlor, 2 metil butan. İndi xlorun yerini dəyişib ikinci karbonla birləşdirək. Xlor. Bunu da oxuyanda 1, 2, 3, 4, 2 xlor, 2 metil butan. Sonra xloru üçüncü karbona birləşdirsək, yenə nömrələməni halogene yaxın tərəfdən aparırıq. Olacaq 2 xlor, 3 metil butan. Sonra xloru bir dənə də sürüşdürürük sağa. Bunu nömrələsək 1, 2, 3, 4. 1 xlor, 3 metil butan. Başqa da artıq biz xloru heç bir yerə sürüşdürə bilmirik. Adlarına da baxsaq görürük ki, bunlar dördü də fərqli adlardır. Elə 2 metil butanla 4 dənə fərqli monoxlorlu birləşmə almaq olur. Olacaq A variantı. Sonra 5-də. Etilen, metan, etan üçün. Etilen C2H4. Metan CH4. Etan C2H6. Molekulunda 4 hidrogen atomu var. Bu etilendən metana uyğun gəlir. Əvəz etmə reaksiyası xarakterikdir. Əvəz etmə reaksiyası alkanlar üçün xarakterik olur. Bu olacaq metanla etanın ortaq xüsusiyyətinə. Oksigenlə reaksiyası eksotermikdir. Hər üçü yanma reaksiyasına daxil olur və yanma reaksiyası da eksotermikdir. Bu ortaq xüsusiyyət üçün də homoloji sıranın ilk üzvüdür. Metan alkanların, etilində alkenlərin ilk nümayəndəsidir. Buna uyğun olaraq olacaq Y variantı. Sonra 6. Bunun üzərinə kalium hidroksidin spirtlə məhlunu gəlsək, X olacaq. Buradan alken alınır. Kalium gəlir, xloru götürür. OH da H-ı götürür. Halogeni birləşdirir qonşu karbon atomuna. CH2, CH2. Bunun da kalium permanganat suda məhlul, bu oldu X. Kalium permanganat suda məhlulun oksidləşməsindən alınır etilen glikol. 2 atomlu spirt. İndi bunlar üçün ümumi olan nədir? Karbon atomların hibrid orbital sayı. Burada hər iki karbonumuz sp2-dir. Cəmi 6 dənə hibrid orbital var. Buradakılar isə sp3, sp3-dür. Cəmi 8 olacaq. Bu eyni deyil. Sonra qeyri-polyar sigma rabitələrin sayı. Qeyri-polyar sigma karbonlar arasındakı olan rabitə nəzərdə tutulur. 2 qatın biri sigma olur. Burada bir dənə sigma var. Burada isə karbonun arasında bir dənə tək qat var. O da olur sigma, bir dənə sigma. Elə ümumi olan olacaq B variantı. Sonra 7. Alkan. 1 molun yanmasından alınan suyun kütləsi. Alkanlar yanan zaman M+1 su əmələ gətirir. Alkanın kütləsi M-dir. Alınan suyun kütləsi 1/5 M-dir. Alkanın M-ni bərabər eləyərəm N-ə. Yəni 14 M+2 bərabərdir M-ə. Suyun da kütləsi 18 N plus 18 bərabərdir 1/5 M. M-in bu qiymətini gətirib yerinə yazırım. 18 M plus 18 bərabərdir 1/5 vurulsun 14 M plus 2. Buradan da M bərabər 5'ə. İndi X-in molekulunda bir üçlü karbon atomu varsa hansı ifadə doğrudur? Alkanda cəmi 5 karbon var. Biz quruluşu elə yazmalıyıq ki, orada bir dənə üçlü karbon olsun. Yəni 1 karbon 3 karbondan əlaqələndir. Karbon birini buraya yazdıq. Bu həqiqətən də üçlüdür. İndi hansı ifadə doğrudur onu seçməliyik. Səmərəli üsullu adı trimetil metandır. Səmərəli üsullu adlandıranda ən çox şaxı çıxan karbonu seçirik, budur. Sonra radikalları kiçikdən böyük oxuyuruq. Hidrogenləri düzəltsək, bu CH3, CH3, CH2, CH3. Bu olur dimetil, etil, metan. Uyğun gəlmir.
Sonra birli karbon atomları, bütün karbonlar 80%-ni təşkil edir. Birli karbonumuz bir karbonla əlaqələnənlər, yəni bunlardır. 3 dənədir. 3-də 5-in ümumi karbonda 5-dir. 60%-ni təşkil edir. Bu olmur. 16 sp3 hibrid orbitalı var. Bütün karbonlar sp3 hibrid vəziyyətindədir. Cəmi 5 karbonumuz varsa, 5-i vursaq 4-ü 20 hibrid orbital eləyəcək. Bu da yanlışdır. Butanın izomeridir. Bir-biri ilə izomer olması üçün gərək karbon sayları eyni olar. Butanda 4 karbon var, amma bizim aldığımız maddənin 5 karbonu var. Bunlar izomer olmaz. Metil və ikili butil radikallarının birləşməsindən alınır. Baxın, biz bunu bölsək ortadan. Bu metil radikaldır. Sağda qalan bu hissə isə olur ikili butil radikal. Bu doğrudur. Olur Y variantı. Sonra 8. Reaksiya üçün hansı ifadələr doğrudur? Hibrid orbitallar sayı 2 dəfə artır. S2H4 üzərində hidrogen gələndə oradan alınır S2H6, yəni alkan. Burada quruluşunu çəksək aydın şəkildə görərik ki, karbon atomları sp2 hibrid vəziyyətindədir. Yəni cəmi 6 hibrid orbitalı var. Burada isə karbonlar sp3 hibrid vəziyyətindədir. Cəmi 8 hibrid orbitalı var. 6-dan 8-ə bu 2 dəfə artmış sayılır. Sigma rabitələrin sayını tapanda quruluş çəkmədən rahat tapmaq üçün açıq quruluşlu birləşmələrdə atom sayından bir vahid əksik. Yəni burada olacaq 5 dənə. Burada da 8-dən 1 7. Həqiqətən də 5-dən 7-yə 2 vahid artır. Sonra karbonun kütlə payı azalır. Birində S2H4 idi, digərində S2H6. Karbonun kütlə payını tapsaq, burada 24-ü bölürük MR-ə. 28-ə vururuq da 100-ə. Burada da 24-ü bölürük 30-a vururuq 100-ə. Təbii ki, biz bunu hesablamadan da görürük ki, 24-ü 28-ə böləndə daha böyük qiymət alarıq. Yəni S2H6-ya keçən zaman kütlə payı azalır. Olacaq 2, 3, A variantı. 4-cüyə də baxaq. Qeyri-polyar sigma rabitələrin sayı 2 vahid artır. S2H4-də qeyri-polyar sigma bir dənədir. Etanda da S2H6-da da bir dənədir. Say dəyişmir sigma rabitələrin sayı. Qeyri-polyar sigma rabitələr. Ona görə elə cavab olacaq 2, 3, A variantı. Sonra 9. XCOO natrium. Plus natrium OH. Alınıb natrium 2CO3. O natrium karbonat buradan çıxır. Natrium 2CO3. Bir də alınıbdır 2 metil propan. İndi bizə deyir X hansı radikallar ola bilər. Yəni bu hidrogen gəlib buradakı X radikalı ilə birləşərək bunu yaradıbdır. Yəni biz elə radikal götürməliyik ki, tərkibində 4 karbon atomu olsun. Ona görə izopropil çıxdıq, çünki burada 3 dənədir. Sonra indi qaldı bu 3-ü, bunlar da 4 karbon atomudur. Məsələn, üçlü butil radikalı yazsaq. COO natrium olsa. Biz bunu hidrogenlərində tamamlayaq. H, H3. Əvvəl bunun bu hissəsində hidrogen yox idi. COO natrium gedəndən sonra bura gəlir bir hidrogen. Həqiqətən də, baxın bu ikisinə baxsaq, bunlar quruluşca eynidir. Yəni biz bunu fırlayıb belə yazsaq, həqiqətən də 2 metil propan olur. Ona görə birincini götürə bilərik. Sonra baxaq ikili butil. İkili butil. İkili butil radikalı yazsaydı, bunun bu hissəsində əvvəl CO natrium var idi. Bu natrium hidroksidlə gedəndən sonra bunun hidrogeni gəlib birləşəndə burada artıq CH2 olmuş olur. Və bu 2 metil propan deyil. Elə bu butan olmuş olur. Görə bu uyğun gəlmir. Sonda qaldı izobutil. Bu izobutil radikaldır. Burada COO natrium var idi əvvəl. Üzərində natrium hidroksid gələndə
Natrium 2, CO3 çıxır. Bunun hidrogenlərini də düzəltsək. Sonra, daha doğrusu bu CH2. Bu çıxandan sonra bu gələn CO natrium 2, CO3 gedəndən sonra bu hidrogen gəlir, birləşir bura. Alınır CH3, CH, CH3, CH3 həqiqətən də 2 metil propan olur. Görə cavab olacaq 1-3C variantı. Sonra 10-cu sual. Etan və propilen. Etan C2H6 alkandır. Propilen alkendi C3H6. Molekulda 6 hidrogen atomu var. Bu ortaq xüsusiyyətdir. Molekulda 1 metil qrupu var. C2H6-nı biz yazırıq CH3, CH3. Propileni yazırıq CH2, CH, CH3. Hər ikisinin, daha doğrusu C2H6-nın 2 dənə metil qrupu var, amma bunun propileni bir dənə. Bir dənə olan olacaq propilen. Yəni ikinci uyğun gəlir. Karbonun kütlə payı 80%-dir. Birinci C2H6 üçün omega karbon bərabərdir. Yuxarıda karbonun kütləsi 12 vur 2, 24, aşağıda da emeri. Vururuq da 100-ə. Bu eləyir 80%. Propilen C3H6-dır. Orada karbonun kütləsi 36-dır. Aşağıda da emerini yazıram. Vururam 100-ə. 3600-də 42-yə bölsək. Buradan alınır təqribən 86. Yəni 80% olan olacaq etan. Karbonun hidrogeni olan kütlə nisbəti 6-nın 1-ədir. C2H6-da neçə qram karbonumuz var? 12 vur 2, 24, hidrogen də 6. İxtisar eləsək qalır 4-ün 1-ə nisbətdə. Amma C3H6-da karbonun kütləsi 36-dır. Onu da böləndə 6-ya. 6-6-ya gedir ixtisar. 6-nın 1-ə nisbət qalır. Duyğun gəlir ikinciyə. 3, 2, 4, 1 olacaq. Onda D variantı. Sonra 11. Y maddəsini müəyyən edin. Burada natrium karbonat ayrılır. Natrium 2, CO3. Bunlar getdi. Qalan bu hidrogen gəlir C2H5-ə birləşir. Olur C2H6. Bunun üzərində 4 mol xlor 2 gəlir. Həmişə bu alkanların xlorla əvəz etmə reaksiyalarında xlor molekulunun sayı qədər H xlor ayrılır. Yəni burada 4 dənə xlor var. 4 mol H xlor çıxır. Sonra artıq yerdə nə qalır? 2 dənə karbon. Hidrogen 4'ü bura getdi, qaldı ikisi. Xlor da cəmi burada 8 dənə idi. Onun 4'ü H xlorun tərkibindədirsə, yerdə qalan 4'ü də xlor. Olur C2H2 xlor 4 B variantı. 12. Divinil və butin 1. Divinil C4H6, butin 1 də C4H6 olur. İbarət 27 qram qarışığın tam yanması neçə qram suallar. Birincisi divinil alkadendir. Butin 1 isə alkindir. Bunların hər ikisi yanan zaman N-1 mol sayda, yəni 3 mol su əmələ gətirir. İndi bizim ilkin qarışığımız 27 qramdır. Biz bilmirik bu neçə molu divinil, neçə molu da butin 1-dir. İlkin qarışığımızın kütləsi də 27 qramdır. Yəni C4H6-nın emeri 54 X plus 54 Y bərabərdir 27. Bunu sadələşdirsə X plus Y bərabərdir 27-ni bölərik 54-ə 0.5. Əgər C4H6 X yazdımsa, burada X yazmalıyam, buna da Y yazmalıyam. İndi neçə qram su alınmışdır? Demək, biz X plus Y cəmini 0.5 tapdıq. Bizim ilkin qarışığımız 27 qram idi. Mən baxıram ki, bu qarışığımda karbon atom sayı bərabərdir. Yəni, birincidə 48X, ikincidə də 48Y karbon var. Buradan 48-i çıxartsam, qalır X plus Y. X plus Y-i də mən tapmışam 0.5. 48-i vuram, 0.5-i eləyir 24. Yəni, 27 qram qarışığın 24 qramı karbondur. Əgər 24 qramı karbonsa, yerdə qalan 3 qramı da hidrogendir. İndi bizə deyir ki, bu qarışığın yanmasından neçə qram su alınır? Bilirik ki, hidrogen yanan zaman oradan 2 mol
su alınır. Yəni əgər 4 qram hidrogendən 36 qram su alınırsa, bəs 3 qram hidrogen yananda nə qədər su alınır? Çünki qarşının yanmasına alınan su deyir. Edir x. Buradan da x bərabər olur 27. Sonra 13. Poliizopren, polipropilen. Demək, izopreni biz belə yazırıq. 2 qat CH3 CH2 CH. Bu olur izopren. Polimerləşəndə 2 qat rabitə qırılır. CH2 gəlir burada ortaya. CH CH2. Bu oldu poliizopren. Burada hidrogen atomlarının sayı x bərabər olur 2 4 5 8-dən. Yəni polimerləşsə də onun hidrogen sayı dəyişmir. Yəni polipropleni yazmanın sayıcı olur izopreni və ya da ki, propilenin formulunu yazaraq da onu aydın şəkildə görəcək ki, normal halda nə qədər hidrogen var idisə 8 idi. Polimerləşəndə də yenə hidrogen sayı dəyişmir. Sonra indi polipropilen. Propilen budur. İzomerləşəndə, daha doğrusu polimerləşəndə 2 qat rabitə qırılır. CH3 olur. Və yaxud da ki, bunu belə də yazırıq. Formada da yenə burada neçə hidrogen var? 6. Polimerləşmiş formada da yenə 3, 6 dənə olur. Yəni x bərabər olur 8, y bərabər 6, 8-dən də 6 çıxanda edəcək 2. Y variantı. Sonra 14. Demək, birinci reaksiyadan alınır. Alkadenlərə bromla təsir göstərəndə, əgər temperatur 140-dan böyükdürsə, birinci, dördüncü karbon atomlara gəlib halogen birləşəcək. CH2 brom. Burada da artıq 2 qat rabitə gələcək ortaya. CH2 brom olur. Bu olur X. Sonra buna hidrogenlə təsir göstərəndə hidrogen gəlir 2 qat rabitələrə birləşir. Artıq 2 qat rabitə qırılır. CH2 brom, CH2, CH2, CH2 brom. Yəni 2 dənə hidrogen idi, hərəsi bir karbonu birləşdi. Bu oldu Y. İndi buna sinklə təsir göstərsək, sink gələcək bu halogenləri götürür. Çıxır sink bromid və əgər halogenlər 1,4, 1,3, yəni bir quruluş, bucaq quruluş əmələ gətirəcək vəziyyətdə yerləşibsə, onda buradan 1,4 dəcisi alınır siklik birləşmə. 1,4-də olanda da 4 tərəfi olan, 4 karbonlu olan siklik birləşməmiz, yəni siklobutan alınacaq. Burada da tapdıq bu siklobutandır. Z maddəsi üçün hansı ifadə doğrudur? Molekulunda bütün karbon atomlar ikilidir. 2 karbonla əlaqələnirsə olur ikili. Bu ikilidir. Bu ikilidir. İkilidir, bu da ikilidir. Elə doğru cavab olacaq A variantı. Maddələrdə karbon kütlə payının artma sırası. Xlor, metan. Dixlor, metan. Trixlor, metan. Demək, biz baxırıq ki, ilk baxışda hər birinin tərkibində karbon sayları eynidir. Amma burada xlor daha çoxdur. Xlorun da kütləsi 35,5-dir. Yəni, xlor sayı get-gedə artıbdır. Yəni, onda Mr də get-gedə artır. Mr artırsa, burada 12-ni daha kiçik ədədə böləcək. Burada daha böyük bir ədədə böləcək. Ona görə get-gedə daha kiçik qiymətlər alacaq. Yəni, yuxarıda 1-dən 3-ə doğru kütlə payı başlayır azalmağa. Deyirsə də artma sırası dediyi üçün 3, 2, 1 istiqamətində də artmış olar. Sonra 16. Polibutadiyen. Demək, polibutadiyeni bu formada yazacağıq.
CH2, CH2. Demək, makromolekulunda hidrogen atomlarının sayı 1200 olanda polimerləşmə dərəcəsi N-dir. İndi burada bunu bizə N verib deyə biz buna N ştrixlə işarə edirik. Burada nə qədər karbon atom, hidrogen atom var? 2, 4, 5, 6. N ştrix də var, 6 N ştrix olanda bəs hidrogen atomların sayı polimerləşmə dərəcəsi nə qədərdir? N ştrix. Buradan da N bərabər olacaq 200-ə. Yəni Y variantı. Sonra 17. Alken homoloji sıranın 5-ci nümayəndəsi. Alkenlərdə ilk nümayəndə karbon atomu 2-dən başlayandır. Onda 5-ci nümayəndə olacaq C6H12. Ümumi formullar CnH2-dir. Nisbi molekul kütləsi 6/12 plus 12. 12. Edəcək bu da 84. Alkaden CnH2-2 ümumi formuluna malikdir. Bunlarda ilk nümayəndə 3 karbonu olandan başlayırsa, 3-cü nümayəndə olan C5 H8. İndi bunun emeridi Y-dir. Yəni 5/12 plus 8. Necə 68. İndi 84-dən 68-i çıxsa qalacaq 16. D variantı. X və Y-i müəyyən edin. Divinil C4H6, propilen C3H6, propan C2H6. Molekulunda 3 karbon atomu var. Bu aiddir propan, daha doğrusu C3H8-ə. Molekulunda 3 karbon atomu var. Propilenlə propanın ortaq xüsusiyyətidir. Yəni Y-ə aiddir. 6 hidrogen atomu var. Propilen və divinilin. A şərəti bromlu suyu rəngsizləşdirir. 2 qat rabitəsi olanlara aiddir. Bu pi rabitəsi olanlara, daha doğrusu 2 qat, 3 qat olanlar. Divinil və propilenə aid edirik bunu. 2 qeyri-polymer sigma rabitəsi var. Alkanlarda karbon-karbon sigma sayı ümumi karbon sayına bir vahid əksikdir. Yəni propanın 3 karbonu varsa 2 sigması var. Propilende elə karbon sayı qədər sigma var. Daha doğrusu propilende karbon sayı qədər tək qatdır. Yəni qeyri-polyerdir. Amma sırf sigma soruşursa 2 dənə sigması var. Divinilin də sigmaların sayı 1, 2, 3 karbonlar arasında soruşur. Çünki qeyri-polyer deyir. Bu da olacaq 3 dənə. Yəni karbon sayından bir vahid əksik olur. Propilenlə propan bu da onlar üçün ortaq xüsusiyyətdir. Olacaq D variantı. 19. 2 xlor 2 metil propan. İlk olaraq propan deyirsə, demək əsas zəncirdə 3 karbon var. 2 xlor 2 metil propan. Bunun üzərindən natrium gələndə. Natrium halogenlə natrium xlor əmələ gətirir. Xlor çıxdı. Sonra bu xlorun çıxdığı yerdən yenidən təkrar özünə birləşir, yəni güzgüdə əksi baş verir. CH3, CH3, CH3'dür. Xlorun qırıldığı yerdən təkrar radikalın özü gəlib birləşir. Alınan maddə molekulunda dördlü karbon atomlarının sayı. Bu birlidir. Bu birlidir. Yəni bir karbonla əlaqəlidirsə birli, ikisi ilə əlaqəlidirsə ikili, dördünə əlaqəlidirsə dörd. Bu biri ilə əlaqəlidir, bu biri ilə, bu biri ilə. Bu karbon 4 karbonla əlaqəlidir. 1, 2, 3, 4. Bu da həmçinin 1, 2, 3, 4 karbonla əlaqəlidir. Yəni dördlü karbon atom sayı 2 dənə olacaq. 20. Demək, alkaden verib, onu H-bromdan təsir göstərir. Temperatur sıfırdan kiçik olanda birinci və ikinci vəziyyətə birləşmə baş verəcək. Buradan alınacaq CH, yəni 1, 2 bura birləşir. CH3 CH brom.
CH qalan hissədə olduğu kimi qalır. Sonra da bunun üzərinə hidrogen gəlir. Bu X idi. Hidrogen gəldi. Hidrogen təbii ki 2 qat rabitə olan hissəyə gəlib birləşir. Olur CH2, CH3 hərəsi bir karbona gəlir. İndi nömrələyirik halogenin yaxın tərəfdə. Oxuyanda da olur 2 brom butan. C variantı. 21. Alkan molekulunda sp3 hibrid orbitalların sayı birində N, digərində N+12'dir və nisbi molekul kütləsi 58'dir. Aha. İlk alkanın nisbi molekul kütləsini bizə verib 58. Yəni 14 N+2 bərabərdir 58. N bərabər olur 4'ə. Formulumuz C4H10. sp3 hibrid orbitalların sayı N bərabərdir. Alkanların bütün karbonlar sp3 hibrid vəziyyətindədir. Bir karbon 4 hibrid orbital varsa 4'ünün olacaq 16. İndi birinci nümayəndə, ikinci nümayəndədə, yəni ikinci nümayəndənin sp3 hibrid orbital sayı 12 vahid çoxdur ondan. Demək bir karbonun, yəni sp3'də 4 hibrid orbitalı var deməkdir. İndi əgər bu 12 hibrid orbitalı olanda nə qədər karbon deməkdir? 3. Demək bizim birinci nümayəndəmizin 4 karbonu var idi. C4. 3 dənə də karbon gəlir, olur C7. H16. İndi bunun emerini hesablamalıyıq. 7 vur 12 plus 16. Bu da eləyəcək 100. Y variantı. 22. Metanın 500 dərəcədə parçalanmasından alınır etilen. Üzvü maddələr istədim, amma belə hər ikisindən hidrogen ayrılır. 1500-də C2H2. Amma 1000-də isə karbon ayrılır. İndi bizdən onu istəmir. Üzvü maddələrə baxırıq. Çünki üzvü maddələrdən soruşur. Rabitənin əmələ gəlməsində 6 qeyri-hibrid orbital iştirak edir. Rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid bir hidrogenlərin sayıdır 4. Bir də bilirik ki, etilen sp2 hibrid vəziyyətindədir. Bu sp3 olması üçün biri çatışmır bunun, biri də çatışmır bunun. Onlar da qeyri-hibriddir. Yəni olacaq 6. Eyni qayda üzrə C2H2. Rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid hidrogenlərin sayı plus. Asetilendə karbonlar sp vəziyyətindədir. Bunun sp3 olması üçün, yəni maksimuma çatması üçün ikisi çatışmır. Bunun da ikisi. Cəmi elədi 4. Bu, bunlar üçün ümumi olandır. Hər ikisində rabitə yaradan qeyri-hibrid 6 oldu. Molekulda bir pi rabitə var. 2 qatın biri sigma, biri pi'dir. Yəni bir dənə pi'si var. 3 qatın biri sigma, ikisi pi'dir. Bunun 2 pi'si var. Bu ümumi deyil. Kalium permanganatla etilen qlikolu əmələ gətirən etilendir. 1 mol 1 mol su birləşdirir. Əgər yəni alken götürsə, söhbət 1 moldan gəlirsə, bunun 1 molu 1 mol su birləşdirər. Eyni qayda üzrə asetilendə, yəni alkenlərində 1 mol su birləşdirə bilər. Ona görə də cavab olur 1, 4, D, C variantı. 23. Divinil və etilendən ibarət qarışıqdır. Divinil C4H6. Bu 2 mol bromdan reaksiya daxil olur. Etilen isə 1 mol bromla reaksiyaya daxil olur. Qarışıq ümumi sıfırında 5 mol. X mol C4H6 var, Y molda C2H4 var. Ümumi sıfırında 5 moldur. Bu X-dirsə, onda buna da 2X olur, bir də Y-dirsə Y olacaq. Bromlu suyumuz 2800 qram 4%lidir. 2800'ün 4%ni tapırıq. 28'i vursaq 4'ə 112 qram brom var bu məhlulda. İndi bizim nə qədər bromumuz sərf olunub? 2x, brom
Burada söhbət qramdan getdiyi üçün biz də qramını hesablayırıq. Brom 2-nin kütləsi 160-dır. 2x-ə də vuranda 320x buradadır. Plus 160y də burada. Bərabərdir 112. İndi x-in qiymətini gətirib yerinə yazaq. Yəni buradan x bərabər olsun 0.5 minus y. 320 vurulur 0.5 minus y plus 160y bərabərdir 112. 160y bərabərdir 320-ni 0.5-ə vurub 112-dən çıxsaq 48. Buradan da y bərabər olur 0.3-ə. Əgər y 0.3-dürsə, onda x bərabərdir 0.5 minus 0.3, yəni 0.2. İlkin qarşılığın kütləsini hesablayın. Biz x-i tapdıq 0.2. Demək, ilkin qarşılıqda 0.2 mol S4H6 var. Y-də 0.3 tapdıq, 0.3 molda S2H4 var. İlkin qarşılığın kütləsi. Demək, 0.2-ni vururam S4H6-nın emerinə 54-ə. Sonra 0.3-də vururuq S2H4-ün emerinə 28-ə. Bu da eləyir 19,2. Sonra 24. Metan yanması deyirsə, onun yanma tənliyini yazırıq. SH4 plus O2. CO2 plus H2O. Metanın kütləsi M-12-dir. Yanmasına sərf olunan oksigen kütləsi M-dir. Metanın emeri 16, oksigen də 32-dir. Əmsalını da vurub 64. 64 M-64-ü 12-yə vursaq 768 bərabərdir 16 M. 768-i də bölürük. Buradan da 48-ə M də bərabər olur 16-ya. Sonra 25. C3H7 COO natrium. Natrium hidroksidlər reaksiyaya daxil olur. Buradan ayrılır natrium 2 CO3. O da hardan çıxır? Natrium 2-dən natrium 2 CO3. Bunlar gedir. Qalır C3H7 buradaydı. Bu H-da gəlir, ona birləşir C3H8. İndi əmsalda ehtiyac yoxdur. 66 qram C3H7 COO natrium reaksiya daxil olanda neçə qram üzvü maddə alınır? X. Bunun emerini hesablasaq edir 110. 110'dan isə alınan üzvü maddəmiz CH8-dir. Onun da emeri edir 44. Buradan da x bərabər olur 26,4. Sonra 26-cı sual. İki dimetil propan. Bir də 2 metil butan. Ümumi olan pentanın izomeridir. İzomer olması üçün karbon sayıları eyni olmalıdır. Pentanın 5 karbonu var. 2 dimetil propanda 5 karbon var, amma həmçinin 2 metil butanda da 5 karbon var. Yəni bunlar bir-biri ilə izomerdir. İki müxtəlif monoxlorlu birləşməsi var. Monoxlorlu birləşməsi birinci maddədən yaradaq. Bura bir xlor açsam. Nömrələsək 1, 2, 3 olur. Hidrogenləri düzəltsək 1 xlor, 2 dimetil propan. İndi xlorun yerini dəyişirəm. Gətirib bura birləşdirirəm. İndi nömrələsək 1, 2, 3. Yenə olur 1 xlor, 2 dimetil propan. Yəni ad dəyişmədi. Biz müxtəlif forma yaratmalıyıq. İndi xloru bura gətirirəm bu dəfə də. Yəni oxusaq. Nömrəli 1, 2, 3, yenə 1 xlor, 2 dimetil propan oldu. Bunun bir dənə müxtəlif monoxlorlu birləşməsi oldu. İndi 2 metil butan. Dəfə xloru buraya yazıram. Olur 1 xlor, 2 metil butan. Sonra buraya yazıram. 2 xlor, 2 metil butan.
Buraya yazsam 2 xlor 2 metil 2 xlor 3 metil butan. 1 xlor 3 metil butan. Yəni 4 dənə müxtəlif monoxlorlu birləşmə aldıq bundan. Yəni bu hər ikisi üçün fərqli oldu. Bundan bir dənə oldu, bundan isə 4 dənə oldu. Bu fərqlidir. Birli karbon atomları bütün karbonların 60%-ni təşkil edir. Demək, birli karbon atomu o karbona deyilir ki, bir karbondan əlaqələnsin. Bu birlidir, bu birlidir, bu birlidir, bu birlidir. Bu isə 4 karbona əlaqələnib dörtlüdür. Bu birli, üçlü, ikili, birli, birli. Birincidə birli karbonlar 4 dənədir. Ümumi karbon 5-dir. 4 5-in 80%-ni təşkil edir. İkincidə birli karbon atomumuz 3 dənədir. Ümumi karbonda 5-dir. 3 5-in 60%-ni təşkil edir. Yəni yenə bu da ümumi xüsusiyyət olmadı. Ona görə 3-ü götürmürük. Sonra karbon hidrogenə kütlə nisbəti 5-in 1-i. Formulları biz bir yerə yığsaq. Bu maddəmiz də olur. Birincidə olur C5H12, digərdə olur C5H12. Karbonun kütləsi 5 bur 12 60, hidrogen 12. İxtisar eləyəndə 5-in 1-ə nisbətdə qalır. Yəni formula inicisi ikisində də eyni nisbət olacaq. Molekulda bir üçlü karbon atomu var. Birincidə üçlü karbon atomu ümumiyyətlə yoxdur. Burada isə bir dənə üçlü var. Bu da ümumi deyil. Ortaq olanlar 1-4 olacaq. 27. Karbohidrogenlərdə karbon kütlə payının molyar kütlədən asıllıq qrafiki. Demək, karbonun kütlə payı get-gedə azalır. Alkenlərdə CnH2n, alkadiyenlərdə CnH2-2, alkanlarda CnH2+2. Alkanda molekul kütləsi artdıqca, birinci alkende daha doğrusu, nə hidrogenin, nə də ki karbonun kütlə payı dəyişmir. Alkadiyenlərdə get-gedə azalma olur. Karbonun kütlə payı alkanlarda isə artır. BAD. Situasiyalar. X alkeni daxil olduğu homoloji sıranın ikinci nümayəndəsidir. Demək, homoloji sıranın ikinci nümayəndəsi alkenlərdə ilk nümayəndə C2H4'dür. İkinci nümayəndə olacaq C3H6. Laboratoriyada X monoxlorlu birləşmənin kalium hidroksidin spirtlə məhlulunda qızdırılmasından, həmçinin spirtin 180 dərəcə temperaturda qat sulfat turşusu ilə qızdırılmasından alınır. Demək, birinci reaksiya. İlk olaraq 28-ə baxsaq, X-in quruluş formulu və beynəlxalq nomenklaturaya əsasən adı. Biz tapdıq ki, C3H6-dır. İndi biz onun quruluşunu çəkməliyik. Alkenlərdə bir dənə 2 qat rabitə var. Hidrogenlərdə tamamlayırıq. İndi bunun beynəlxalq adı da olacaq propen. Sonra 29. Birinci reaksiya tənliyini və X-in molekulunda hibrid orbitalların sayını yazın. Birinci reaksiyada indi bizə bu propen alınma reaksiyasını yazmalıyıq. Bu kalium hidroksid spirtlə məhlulundan alınıbsa, demək CH3CH, CH2, daha doğrusu CH2, CH xloruymuş ki, buna kalium hidroksid spirtlə məhluluna təsir göstərəndə. Kalium gəlir xlorla, kalium xlorid alınır. OH-da su vermək üçün ona H lazımdır. O da, daha doğrusu burada hidrogen əksi yazmışam. OH-da gəlir. Halogen birləşən karbonun qonşuluğundakı karbondan hidrogeni götürür. Yəni buradan qalacaq OH H-dan H2 o verdi. Sonra yerdə nə qaldı? CH3, CH və OH H-ı götürəndən sonra onun çıxdığı karbonla halogen birləşən karbonun arasında 2 qat rabitə gəlir. Alındı bu. Bu oldu birinci reaksiya tənliyi. X-in molekulunda hibrid orbital sayı. X-i biz C3H6 tapmışıq. Alkenlərdə bu C3H6. sp2'dir 2 qat rabitə olanlar, tək qatsı sp3'dür. Hibrid orbital sayı 3'ü burada, 3'ü burada. 6, 4'ü də burada. Cəmi olacaq 10 dənə. Bu da olur ikincinin cavabı. Sonra 30. İkinci reaksiya tənliyini yazın. İkinci reaksiyada deyir ki, spirtin 180 dərəcədə temperaturda
qat sulfat turşusu ilə qızdırılmasından alınır. Spirtlər temperaturu 100 dərəcədə, 180, daha doğrusu 140-dan böyük olan halda alkil əmələ gətirir qızdırdıqda. 140-dan kiçik olanda isə sadə efir əmələ gətirir. İndi spirti də yazsaq, bizim alınan maddəmiz CH2, CH, CH3, yəni propendir. Bu spirtdən alınırsa demək, eyni radikalı yazırıq sadəcə olaraq. OH qrupu da əlavə edirik. CH3, CH2, CH2 OH-dan. Molekul arası dehidratlaşmasından, molekul daxili daha doğrusu dehidratlaşmasından suda ayrılır buradan. Əmsala da ehtiyac yoxdur. Reaksiya tənliyini yazdıq və M-i hesablayın. Görürük ki, alınanlar birinin kütləsi dəqiq məlum deyil, digəri isə 9-dur. Biz də alınan məhsullarımıza baxsaq, görürük ki, təbii ki, propilenin kütləsi sudan daha çox olar. Onda kiçik olan 9 suya məxsusdur. 9 qram su alınanda görək nə qədər spirtimiz sərf olunubdur. 80-dən başlayıb M-də dayanıb. Yəni 80 minus M qram sərf olunubdur. Spirt. Yəni C3H7 OH. Bunu biz bir yerə yıxsaq, bu edir C3H7 OH. İndi neçə qram suyumuz ayrılıb? 1 mol. Yəni 18 qram su alınanda spirtin emeri olur 60. Buradan da 80 minus M bərabərdir. 60'ı 9'a vurup bölürük 18'e eləyir 30. Onu da hesablasaq M də bərabər olacaq buradan 50'ye. Bu da olur ikincinin cavabı. Birinci isə reaksiya tənliyi idi.